Salam, hər vaxtınız xeyir olsun. Günaz TV-yə baxırsınız. Studiyada Aynur Zahid, əvvəlcə əsas xəbər başlıqlarına qısaca nəzər salaq. Əli Xamneyinin 40 mərasimi keçiriləcək. Sepahın kəşfiyyat rəhbəri hücum nəticəsində öldürüldü. İsrail Qüds qüvvələrinin 840-cı bölməsinin komandirini öldürüb. Hörmüz boğazı heç bir ölkə tərəfindən girov saxlanıla bilməz. Birləşmiş Ərəb Əmirliklərindən açıqlama. İrandan Azərbaycana 21 kiloqram narkotikin keçirilməsinin qarşısı alınıb. İndi isə daha ətraflı. Aprelin 8-i, 9-u və 10-unda İranın əksər bölgələrində keçmiş rəhbər Əli Xamneyinin ölümü ilə bağlı yas mərasimləri keçiriləcək. Bu barədə İran İslami Təbliğat Təşkilatı məlumat yayıb. Təşkilatın məlumatına görə şəhər meydanlarında matəm və sinə döymə mərasimləri keçiriləcək. Ardınca matəm qrupları Tehranda Xamneyinin dağıdılmış iqamətgahına doğru yürüyüş keçirəcək. Əli Xamneyi bir neçə ailə üzvü və silahlı qüvvələrin yüksək rütbəli komandirləri ilə birgə fevralın 28-də ABŞ və İsrail ordularının hava hücumları nəticəsində ölüb. Onun dəfn olunacağı ilə bağlı mərasimin keçirilməsi planlaşdırılsa da bu sonradan ləğv edilib və onun bugünə kimi dəfn edilib edilmədiyi barədə açıqlama verilməyib. Sepahın Kəşfiyyat Təşkilatının rəhbəri general-mayor Məcid Xademi ABŞ-İsrail zərbəsi nəticəsində həlak olub. Bu barədə Fars xəbər agentliyi məlumat yayıb. Bəyanatda qeyd olunub ki, Xademi təxminən 50 illik zaman ərzində İranın kəşfiyyat və təhlükəsizlik aparatında mühüm rol oynayıb. Onun dəfn mərasimi ilə bağlı məlumatların daha sonra açıqlanacağı bildirilib. İranlı rəsmilər bir-bir aradan götürüləcək. Bunu İsrailin Müdafiə naziri İsrail Katz, Sepahın kəşfiyyat rəisi Seyid Məcid Xateminin öldürülməsinə münasibət bildirərkən deyib. Sepah mülki insanlara atəş açır. Biz terrorçuların liderlərini aradan götürürük. İranlı liderlər təqib olunma vəziyyətində yaşayırlar. Biz onları bircə-bircə axtarıb tapmağa davam edəcəyik, deyə Katz vurğulayıb. O əlavə edib ki, İsrail İranın petrokimyəvi sənayesinə və polad istehsalı infrastrukturuna zərbələr endirib. Bugün və eləcə də hər gün bunun davamı gələcək. İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail gecə həyata keçirilən əməliyyat zamanı İranın Qüds qüvvələrinin 840-cı bölməsinin komandiri Əskər Bakrini öldürülüb. Netanyahu qeyd edib ki, Bəkri dünya üzrə yəhudiləri və İsrailləri hədəf alan hücumlara görə məsuliyyət daşıyıb. Vətəndaşlarımızı öldürmək istəyən İsrail dövlətinə qarşı terroru yönləndirən və İranın şər oxunu quran hər kəs öz əməllərinə görə məsuliyyət daşıyır, deyə Netanyahu bildirib. O əlavə edib ki, İsrail təhlükə aradan qaldırılana və müharibə məqsədləri yerinə yetirilənə qədər bütün cəbhələrdə güc və qətiyyətlə fəaliyyətini davam etdirəcək. İran Silahlı Qüvvələri tərəfindən İsfahanda vurulan ABŞ hərbi hava vasitələrinin pilotlarının xilas edilməsi əməliyyatı İsrailin yardımı ilə baş tutub. Bu barədə də İsrailin baş naziri Benyamin Netanyahu X sosial media hesabında paylaşım edib. O, ABŞ prezidenti Donald Trumpla telefon danışığı apardığını bildirib. Mən bir qədər əvvəl prezident Donald Trump ilə danışdım və onu cəsarətli qərarına, həmçinin vurulmuş pilotun düşmən ərazisinə xilas edilməsi üzrə mükəmməl icra olunmuş Amerika missiyasına görə şəxsən təbrik etdim, deyə qeyd edən Netanyahunun sözlərinə görə Trump ona İsrailin köməyinə görə minnətdarlığını bildirib. İsrailin cəsur bir Amerikalı döyüşçünün xilas edilməsinə töhfə verə bilməsindən dərin qürur hissi keçirirəm, deyə baş nazir vurğulayıb. Hörmüz boğazı heç bir ölkə tərəfindən girov saxlanıla bilməz. Bu sözləri Birləşmiş Ərəb Əmirlikləri prezidentinin diplomatik müşaviri Ənvər Qarqaş həftə sonu keçirilən brifinqdə deyib. Hörmüz boğazı heç bir ölkə tərəfindən girov saxlanıla bilməz, deyə o vurğulayıb və əlavə edib ki, bu, su yolunda gəmiçiliyin azadlığı istənilən münaqişənin həllinin ayrılmaz hissəsi olmalı və bununla bağlı aydın razılaşma əldə edilməlidir. O qeyd edib ki, bu, su yolunda hərəkət azadlığı ABŞ-İran münaqişəsinin istənilən həll variantının tərkib hissəsi olmalıdır. Qarqaş bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri müharibənin başa çatmasını istəyir, lakin İranın nüvə proqramı, raket və pilotsuz uçuş aparatları məsələlərini həll etməyə
edilməyən atəşkəsə qarşı xəbərdarlıq edib. Onun sözlərinə görə belə bir razılaşma daha təhlükəli və daha qeyri-sabit yaxın şərq yarada bilər. Daha çox eskalasiyanın şahidi olmaq istəmirik, deyə o bildirib. Amma regionda daha təhlükəli mühit yaradacaq əsas məsələləri, xüsusilə İranın nüvə proqramını, hələ də bizə və digər ölkələrə yönələn raket və dronları həll etməyən atəşkəsdə istəmirik. Davam edirik. İrandan Naxçıvana dron hücumu edilməsi ilə bağlı məsələ üzrə danışıqlar aparıldı. Düşünürəm ki, iki ölkə prezidentləri və xarici işlər nazirləri arasında aparılan danışıqlar anlaşılmazlıqları aradan qaldırdı. Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai bugün keçirdiyi mətbuat konfransında deyib. İsmail Bəqai bildirib ki, Türkiyə ilə bağlı da eyni məsələ olub. Biz Türkiyəyə bildirdik ki, İrandan heç bir atəş olmayıb. Ona görə də düşünürəm ki, iki ölkə arasında anlaşma mövcuddur. Əgər bir məsələ var idisə, belə aparılan danışıqlardan sonra həll olunub. Orta dəhliz Azərbaycan və Gürcüstan üzərindən keçir. Bu, bizim üçün əsas nəqliyyat dəhlizidir. Bunu Azərbaycan prezidenti İlham Əliyev Gürcüstanın baş naziri İrakli Kobaxidze ilə mətbuatda bəyanatında bildirib. Bugün yeni layihələr də irəli sürülür. Bizim münasibətlər digər qonşu ölkələr üçün nümunə ola bilər. Əminəm ki, bu yolla bundan sonra da uğurla gedəcəyik. Fürsətdən istifadə edərək Gürcü xalqına sülh və əmin-amanlıq arzulayıram, deyə dövlət başçısı vurğulayıb. Xəbərlərimiz davam edir. İrandan Azərbaycana 21 kiloqram narkotik vasitənin keçirilməsinin qarşısı alınıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının Horadiz sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 21 kiloqram 300 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb. Fakt üzrə əməliyyat istintaq tədbirləri davam etdirilir. Belə hörmətli tamaşaçılar, bu saata çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.